Bugün ayın 12'si iyul 2025-ci il. Gördüyünüz bu təkər aparatı illər öncə Forza şirkəti tərəfindən Əziz müəllimin dəstəyi ilə bizə verilib. Ona qədər Nurəddinlə mən o qədər quvat çəkib durardı, yadıma gəlir. Nurəddin, parmaqlarımızın burası partlaq idi. Bir gündə 20 dənə böyük şirkətdir, çox təkər söküb qaldı. O çətinliyimizi aradan qaldırdı. Ondan sonra bu təkərlər dizgə yığılandan sonra onu balans eləmək lazım. Bu şirkət də balans eləmək üçün digər müəssisələrə üst tuturdu. Müəssisə onda müəssisə olur ki, qıraqdan olan asılılıq aradan qalxır. Orada şirkətdən minnətdarlığımızı bildiririk.